İndi bax, bu siyahının neçə elementi var? Bir, 2, 3, 4, 5. Anlaşıldı mı? Bəli, bəli, rahat Bəli, bəli. deyirəm. Sonra. Bir tane müəllim 44'e bakalım. 44. Dört. Başlar. Burada bir şeyi xatırlamaq, yadda saxlamaq lazımdır hökmən. B A-ya bərabərdir. Yəni B-imiz də budur. 12, 19, 25, 2. Bəli, bəli. Amma burada bir şey yadımıza saxlamamız lazım. Bax, A-nın üzərində apardığımız hər bir əməliyyat B üçün də keçərli olacaq. B-nin üzərində apardığımız hər bir əməliyyat A üçün də. Yadda qalar bu. Bəli, bəli. Yəni, bax, insert eləmişik. İkinci yerə 13 elementini əlavə eləmişik. Yəni, hara? 19'un yerine de. Yox. 25-in yerinə. 12, 19, 25-dən əvvəl. 13, 2. 13, 25, 2. 25, 2. Bəli, bəli. Delete B1-də verəndə B1-i siliriksə A1 də silinəcək. Birinci elementimiz də budur da 19. Gələcək. 19 verilməkdə, bəli. Deməli 12, qalacaq 12, 13, 25, 2. Bunu Bəli, bəli. cavab olacaq. C variantı. Bəli, Tam bəli. ortaya düşdük. Bəli. Aydındır müəllim, aydındır. Növbəti tapşırıq. Aydın. Neçə? 47. 47 mən 47. Hə, burada da həmin şeydir də. Bax, print B olanda 21-ə əlavə ediriksə bunun sonuna 21 əlavə olacaq da. Fərqi yoxdur həm A-ya, həm B-yə. Ve bu da aydındır müəllim. Sonra. 55. Bir dakika. Birinci 49 ondan sonra 55. 9. Hə. Burada bir şey yadımıza saxlamaq lazımdır. Əlifbada, ümumiyyətlə sətirləri müqayisə edəndə belə deyək. Bu nəzəriyyədə əslində vermişəm. Birinci növbədə rəqəmlər gəlir. IC kod cədvəlində. Sonra böyük hərflər gəlir. Sonra kiçik hərflər. Düzdür? Və müqayisə edəndə kiçik hərflər ən böyüsü sayılır. Sonra gəlir böyük hərflər, sonra rəqəm. Okay? Amma eyni hərf olanda, deyək ki, balaca A vermişəm, bir də balaca B vermişəm. Bunları müqayisə etsək, balaca B daha böyükdür. Bəli, bəli. Əlifba sırasına baxılır da burada. Bəli, bəli, bəli. İndi nəyi bilmemiz lazımdır? Burada A üstə gələ B-ni tapmışıq. Sonra sort eləmişik onu, kiçikdən böyüyə düzmüşük. Sonra da böyükdə, reverse-də onun əksini eləyəcək. Bəli, bəli. İndi bax, böyükdən kiçiyə düzürəm. Böyükdən kiçik deyəndə ən böyüsünü axtarmalıyam. Bu kiçik hərflə başlayanlar olacaq. Bax, bu. Bunların öz aralarında D ilə başlayan ən böyüsü sayılacaq, elə deyilmi? Bəli, bəli. Deməli olacaq birinci D3. D3 ilə başlayan bir dənə variant var, A variantı. Sonra B1, bəli, bəli. B1, B, AA, A2, A1, 12, 111. Sonra 54 müəllim. 54 sonra da 55. İndi gəlin 54-ə birinci baxaq. Bax, birinci burada nə eləmişik?
A-ları boşluq heç nə ilə əvəz eləmişik. Olub belə bir şey bax. İ, N, F, O, R, M, T, İ, K. A-lar yoxa çıxdımı? Sonra bunu list eləmişik, siyahıya çevirmişik. Yəni olub bax belə bir siyahı. İ, N, F, İ. İndi x0'ı x1 ilə əvəz eləyirik. X0'ı x1 ilə, bax x0'ımız budur, x1'imiz də budur, düzdürmü? Yəni i-ni Olur. ilə əvəz edir. Eyni ilə əvəz eləmişik də, olub bunun yerində n. Bəli, bəli. Sonra x1'i də sonuncu elementlə əvəz eləmişik. x1'in də sonuncu elementimiz budur da, k-dır. Bunu da sildik, k-dan əvəz elədik. Qələmdə olduğu kimi olur, bəli. Cavabda Sonra deyəcəm, bunu bu birləşdiririk. Join eləyəndə bunu neyləmiş olacaq? Birləşdirmiş. var. Doğrudur? Bəli, Bəli, bəli. bəli, bu variant. Hə, indi sonra da m, k, f, o, r, m, t, i, k. Olduğu kimi olur da, bəli. Bəli, bəli, aydındır. Sonra 55. 55. 53, 55. 55, 55. 5 mən 5. 5. Bax, L-nin çıxılsın 1. Bu nədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 dənə element var. 16-dan 1 çıxsam 15-dir. Bu nə olacaq? 16 çıx 15 eləyir 1, S. 1-dən 15-ə qədər. 1-dən 15-ə qədər neçə element olacaq? 14 dənə. Çünki 1 daxil də 15 daxil deyil də ora. Bəli, Bəli, bəli. bəli. Sonra 61. Bir də 59-a baxayım. Information teacher. Bax, birinci indeks O yazılıb. Yəni O'nun seyini tapmaq lazımdır, sıra nömrəsini. 0, 1, 2, 3'dür bu. Bu da L-nə açılsın 1-dir. Seyinin qiymətini tapaq da buradan. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19-dan birini çıxıram 18. Bir də A-nı tapacağıq. A nədir? A-nın sıra nömrələri 0, 1, 2, 3, 4, 5. Deyir ki, A-da, yəni bunda B-dən C-yə D addımı ilə 3-dən 18-ə 5 addımı ilə. Deməli, üçüncü hansıdır? O'dur da, hə? Bəli, bəli. Sonra 5 hərf sonraki hərf hansı olacaq? i-ni qoyuruq, sonra tərcüdən İ, 1, 2, 3, 4, 5. Sonra E, hə? Bəli, bəli. Sıra tutardı. O, I, E. Düzəlmədi axı. O. Deyəsən müəllim, biz orada i yox, o götürməliyik elə. Bir vahid sağa sürüşdürməliyik. 1, 2, 3, 4, 5. Hədə 8-ci olacaq da elə bil. 3-cü sonra 8-ci. 4, 5, 6, 7, 8. Yox, niyə ki o olur da? 0, 1, 2, 3, 4, 5, 6, 7. İyi düşür, bəli. Hatta. Mən bir şey deyə bilərəm. Buyur. A-nın sıra nömrəsi axı 6 edir, 5 eləmir. Düz, bana düz deyirsən. Ona görə dəyişiklik olur. Bax, O, sonra olur yenə O. 1, 2, 3, 4, 5, 6, C olur. O, C.
10 səhv tapmışdıq, ona görə səhv idi. Ben bayağı aksiyonu dedim. Diğer sadece dedim belki 8 sabırım. O demedim. Necə? 61. 61. Bölmüşük. Olub nə? Nakli. Sonra insert eləmişik birinci bura. Birinci yerə Lizadə. 0, 1 bura. Nar, Lizadə. Adli. Doğrudur mu? Sonra A-nı əlavə eləmişik. A nöqtə join-ə. Olub nə? A, nar. Sonra join A ilə birləşdirdiyimizə görə A, Lizadə. Bəli, bəli. Növbəti bir şey var. Bitti mi burada? Bir de aklını salmıyorum. Bəli, bəli. Da hə, düz başa düşmüşəm. Bunu almalıyıq. Amma nəyin qarşılığında? Bu proqramın. Birinci etməliyik. Bunu split eləməliyik, düzdürmü? Sonra split eləyəndə nə olur? Bu gündüz, burada Mirzəbəyli, bir də Sədrəddin. Mirzəbəyli olduğu kimi çıxmalıdır. Olduğu kimi çıxması üçün bu sıfırıncı həddir. Bu birinci, bu ikinci. Deməli A bərabərdir. A1. Doğrudurmu? Bəli, bəli. Sonra Ben buradan G-ni götürməliyəm. Sıfırın sıfırı da bu. Sıfırıncı elementin sıfırıncısı. A0, 0. Sonra nə olacaq? 0, 1, 2. A2-nin sıfırı. Elə A variantı da. Bəli, bəli. Aydın Sonra mənim, aydın. Elə qutardı burada. buradakı bitti. Bəli, Tamam. bəli. Tamam. Hı -hı. Siz siyahının bölməsinə baxmışdınız da, hə, dərsinə? Bəli, bəli. Tamam. Onda bu günləri şərt operatorunu keçə bilərik. ben bizim əlavələrimiz qutardı da yoksa kalır ya. Yox, qalır. Qalır. 5-ci gün qoşulsaydıq, hə, amma 5-ci gün qoşulmadı axı. Hı. İndi
İndi uşaqlar, bugün keçəcəyik sizlə şərt operatorlarını. Və ən sadə şərti biz tanıyırıq da blok sxemdən, düzdürmü? Alqoritmlərdən tanıyırıq şərti. Məsələn, iki ədəddən daxil edilən iki ədəd arasında böyük olanını çıxışa verən alqoritm quraq. Nə edirdik? Şərt qoyurduq ki, A B-dən böyükdür. Hə olanda A-nı çap edirdik. Yox olanda bir dəfəndə başqa şərt Yox verirdik. olanda da B-ni. Bəli, bəli. Qaydamız buydu da. Bəli, bəli. İndi uşaqlar, gəlin bunu Pythonda quraq. Pythonda bunu şərt şəklində daxil eləyə bilmək üçün A bərabərdir int input deyək ki, daxil eləmişik tam ədəd. B bərabərdir int input. İndi nə etməliyik? Şərt qoymalıyıq. Deyirik ki, əgər A B-dən böyükdürsə, onda print A. Əks halda print B. Okay. Məsələn, deyək ki, bax, icra eləyək bu proqramı indi. Birini 5 daxil edirəm, birini 6. 6-nı çap edəcək. Aydındır? Bəli, bəli. İndi bu proqramın mahiyyətində duran şey nədir? Əgər şərt doğru olursa, bu şərt hissəsidir. If operatorundan sonra şərti veririk. Şərt doğrudursa, buradakı əməl icra olunur. Bu fikir verin, buradan 4 dənə boşluq məsafədə. Həmişə bu qoyulur. Bunun mahiyyətində duran şey nədir? Elə bil ki, bu məsafə həmişə bizə onu göstərir ki, bu ifə aiddir, ifin içindədir. Başa düşüldü? Bəli, bəli. İndi gəlin başqa bir proqram nümunəsinə baxaq. Deyək ki, A bərabərdir 6 verirəm. Şərt qoyuram. Deyirəm ki, əgər A böyükdürsə, tutaq ki, 8-dən. Deyək ki, çap olunsun print 1. Bir dənə də if qoyuram. Print A böyükdür 7-dən. Print bir dənə də if şərt qoyaq da. A böyükdür 5-dən. Ben bir şey sorabilirim. Buyur. Bu üçün print üstə niyə boşluq qoyulmadı ki? Fərq eləmir o. Yəni bunu yazıb belə də yaza bilərsə, belə də qoya bilirsən. Birbaşa qarşısında da yazmaq olar. Print 5. Bir dənə də else yazacağım. Print 6. İndi uşaqlar, bu proqramı icra eləyəndə buradakı iflərin hər biri icra olunacaq. Və necə icra olunacaq ona baxaq. Deyək ki, birinci şərti yoxlayıram. A-nın qiyməti neçədir məndə? 1. 6, 6. 6 daxil eləmişəm. 6 8-dən böyükdür? Yox. Şərt ödənməyəndə bu icra olunmur. 6 7-dən böyükdür? Yox. Bu da icra olunmaz. 6 5-dən böyükdür? Hə. 6 4-dən böyükdür? Hə. 6 3-dən böyükdür? Hə. Hamısı icra olunur və çıxışa verilir qiymətlər. İndi bu else sonuncu gördüyümüz else sonuncu ifin elsidir. Yadda qalar. Bəli, bəli. Son if, daha doğrusu son else sonuncu ifin elsidir. Yəni o if ödənəndə o else'a baxmırıq. Ödənməsə baxırıq. Amma bütün iflərə fikir verdiniz, yoxladıq. Hamısını. Çünki şərt operatorunda neçə dənə if varsa, hər biri dənə yoxlanmalıdır. Bunun başqa çarəsi yoxdur. Yadınıza qalar? Bəli, bəli. Bəli, bəli.
Ama istemiyorum zaten söylemiş. Hə. İndi uşaqlar, işin maraqlı yeri nədir? Əgər mən bu iflərin əvəzinə else if, yəni tutaq ki, A8-dən böyükdür, yox. Onda əgər A7-dən böyükdürsə eləyirik. Yəni elə bil birbaşa else o deməkdir ki, əks halda. Yəni A3-dən böyükdür, yox. 3-dən böyük olmayan bütün qiymətlər üçün şərt əks haldadır. Bir də var ki, mən əlavə bir dənə şərt qoymaq istəyirəm. Bax, bu proqramı gəlin sen blok sxemini quraq. Necə olacaq bizdə? A bərabərdir 6, düzdür? Bəli, bəli. Sonra şərt yazırıq. A böyükdür 8-dən. Hə olanda 1-i çıxışa verirəm. Yox olanda heç nə baş vermir. Gəlir, əməliyyat başa çatır, şərt qoyuram yenə. Növbəti şərt bu olacaq. Ay, sol. Hə olanda burada 2-ni çap eləyəcək. Yox olanda heç nə eləməyəcək. Əməliyyat başa çatacaq. Bir dəfə də A 505-in şərtini verir. A böyükdür 5. Hə olanda 3-ü çap eləyəcəm. Yox olsa heç nə çap eləməyəcəm. Əməliyyat bitəcək. A böyükdür 4-ü çap eləyəcəm. Hə olsa 4 qiyməti çap olunacaq. Yox olsa heç nə çap olunmayacaq. Əməliyyat başa çatacaq. A 3-dən böyükdür şərtini A verir. böyükdür. A böyükdür 3. Hə olsa 5 qiyməti, yox olsa nə olacaq? 6. 6 qiyməti. Bəli, bəli. Və son olacaq. Bax, bu yazılış əslində bu deməkdir. Yada qalar? Bəli, bəli. Bəli, Hə, bəli. indi uşaqlar, bunun əvəzinə if-lə paralel olaraq elif komandasından istifadə olunur. Bax, indi elif yazacağam bunun yerinə. Bunun da yanına elif yazacağam. Bunun da yerinə yazacağam elif. Bunun da yerinə yazacağam elif. Okey? Bəli, bəli. Əgər ifin əvəzinə elif olsa, indi elifin əslində nə demək olduğunu izah edəcəm tamam. Elif komandası icra olunsa, bircə dənə 3 qiyməti çap olunur. Yəni nədir bu mahiyyətdə? Elə bil ki, birinci şərti yoxladım, ödənmədi. İkinci şərti yoxladım, ödənmədi. Üçüncü şərt ödənən kimi, özündən sonraki bütün komandalar iptal olur. İfdə Elif axırıncı baxırıq, idi. hansı ödərsə də ona sonrası baxırıq. Elifdə birinci. İşte şərt ödəndisə ondan sonrasına baxmırıq. Yadda qalar? Lazım deyil də, Bəli, bəli. Aha. İndi gəlib belə bir şey eləyək. Deyirəm ki, əgər 2 ədəddən biri digərindən böyükdürsə, hansı böyükdürsə onu çap eləyirik. Yox, əgər bu ədədlər bərabərdirsə, bu ədədlər bərabərdirsə, Aha. o zaman 0 çap edən proqram qurur. İndi bunu necə qura bilərəm burada? Deyək ki, A bərabərdir int input elədik. Onu deyim. B-dir. B-dir. Düzdürmü? İndi şərt qoyuram. Deyirəm ki, əgər A B-dən böyükdürsə, onda nə olsun? Print B olsun. Daha doğrusu A olsun, hə? Böyük çap edirik də. Əks halda, indi əks halda 2 şərtimiz var axı. Bir dənə də şərt qoyuram. Deyirəm ki, əgər A kiçikdirsə B-dən, nə olsun? B olsun. Print B olsun. Əks halda print 0 olsun. Anlaşılmayan bir şey var? Xeyr, xeyr. İcra Evet. eləsək 8, 5, 3, bir də 3 daxil eləyirəm, 0 çap olmuş. İndi bunu biz eliflə əvəz eləyirik bu şəkildə yazmaqdansa. Belə bir şey eləyirik. Deyirik ki,
else, if buradan gəlir. Başa düşdünüz? A kiçikdir B-dən. Çünki burada birbaşa A-nı B-ni çıxışa verəcək. Bəli, birbaşa çıxışı verirəm B-ni. Bir də else qoyuram. Onda nə olur? Sıfırı çıxışa verirəm. Başa düşdünüz elifin mənası nə deməkdir? Bəli, bəli. Bəli. İndi bax, bayaqkinə qaydaq və biz orada onun nəyini quraq? Blok sxemin. Hə, blok sxemini quraq. Deyək ki, print 5. Else, tam mahiyyətini başa düşdünüz? Çətin bir şey yoxdur. Print 6. Bu indi daha fərqli bir şey verməyəcəm onsuz da. Bunu verəcəm, все. İndi bax, bunun blok sxemini quracaq olsaq, onun blok sxemi bax bu şəkildədir. Bax, şərt qoyuram. A böyükdür 8-dən. Hə olsa 1-i çıxışa verəcəm. Yox olsa nə Yoxsa edəcəm? hərfdən bir dəfəndə A bölünsür 7-dən. A böyükdür 7-dən. Hə olsa Olsa 2. Yox olsa A böyükdür B-dən. yox olsa bir dənə şərt yoxlayıram. A böyükdür 5-dən. Hə olsa 3 çap olunur. Yox olanda A böyükdür 4-dən. A böyükdür 4-dən. Hə olsa 4 olur, yox olsa A böyükdür 3-dən. yox olsa bir dənə şərt qoyuram. A böyükdür 3-dən. Hə olsa 5-i çap edirəm. Yox olsa Yox olsa 6. Abi. 6. Anlaşıldı? Bəli, bəli. Ona görə hər tərəfə gedən kimi daha yox tərəf icra olunmur ya, bu komandaların heç biri icra olunmur. Anlaşıldı? Bəli, bəli. Bəli, bəli. Dəqiq anladıq hamımız. Bəli, bəli. Bəli, bəli. Bəli, bəli. Aha, super. Deməli, bu oldu bizdə şərt operatoru. Şərt operatorundan ümumi strukturu. Bir də uşaqlar, şərt operatorunda bax bu şərt hissəsində 3 dənə məntiqi əməldən istifadə edirlər. And, or, not. Not nədir? Ta ki, bunun qabağına not yazmaq o deməkdir ki, A 8-dən böyük olmasın. Məsələn, belə bir şey yazıram. Deyək ki, A böyükdür 6, A o yazıram, A kiçikdir 10. Bu şərt və bu şərtdən ikisindən biri ödənəndə bunun nəticəsi true olur. Yəni, o demək ki, şərt ödənir. Anlaşıldı? Bəli, bəli. Bəli, bəli. Super. Bunun əvəzinə and olsa, ikisi də Hər ikisi ödənir. də Həm bu, həm bu. Not Amma- olsa heç biri. Hə, bunun qabağında not olsa, onun nəticəsi true-dursa false çıxır, false-da true alır. Bəli, bəli. Aydın mənim. Əlaçım. Deməli, şərt operatorları oldu bizdə bu. İndi onun testində sizə yollayıram. Testini yolladım sizə. Və sizə nə işlətmək istəyirəm? Mən sizə bu testi işlətmək istəyirəm sınavı. İndi artıq bunu işləyirsiniz, yaxşı mı? Bəlkə Yaxşı. qalsın gəldi işləyək bunu. Bəli. Qalsın bəlkə gəldi işləyək. Niyə? Bir dəfə elə hamısı bir yerdə işləyəcəm, onu məsələn. Yox, bu sətirlərdir də, onsuz. Ha, yaxşı. O sətirlərdir, şey deyil.
Bunu keçdiyimiz bölmədən də sınaqdır. Cəmi 25 dənə sual var içində. İşləyirik, yaxşı mı? Ben Bence, açmalıyım. bence 25 olmalı. Hə, 25'dir. Bunu işləyirik. İndi işləyirik bugün. Yaxşı. Yaxşı, ben yaxşı. Səhvlərinizdə baxaraq gələn səfər, amma indi bu dəqiqə testi işləyirik mütləq. Yaxşı. Oldu müəllim. Nəticələr görəcəksiniz siz. Bəli, təbii ki. Deyim, burada görürəm, bax. Kim nə işləyəcək? Amma istəsəz baxmaya bilərsiniz yəni. Hə? İstəsəz amma baxmaya bilərsiniz. Niyə? Nə belə. Hə, yox, baxmaq yaxşıdır. Baxarsınız müəllim. Oldu, sağ olun. Bir də bir test işləyim. Necə? Deyirəm çıxaq testi işləyək də onda. Hə, olar, işləyə bilərsiniz. İşləyə Oldu bilərsiniz. Oldu. Oldu. O sağ olun. Sağ olun.